Salam əziz izləyicilər. Bu gün sizlərlə müsahibələrdə bizə ən çox verilən eyni tipli suallarla tanış olaq. Birinci sual hər zaman dəyişməz şəkildə qalır, yəni özünüz haqqında qısa təqdimat edin, özünüzü təqdim edin, özünüz haqqında bir qədər danışın. İlk sual bu şəkildə olur. Bu sualın cavabı şəxsdən şəxsə dəyişdiyinə görə mənə elə gəlir ki, bu sual hər zaman fərdi və özünə məxsus xüsusiyyət kəsb etdiyinə görə sərbəst sualdır. İkinci ən çox istifadə olunan sual isə məktəb psixoloqunun əsas vəzifələri hansılardır? Ümumi şəkildə belə deyə bilərik. Şagirdlərin psixoloji inkişafını izləmək, fərdi müşahidələr aparmaq, sosial-emosional bacarıqları inkişaf etdirmək üçün məşğələlər təşkil etmək, müəllim və valideynlərlə əməkdaşlıq edərək uşaqların davranış problemlərinin həllinə kömək etmək, məxfilik və etik prinsiplərə riayət etmək, psixodiaqnostik testlərdən istifadə etməklə uşaqların yaxud şagirdlərin potensialını müəyyənləşdirməkdir. Hazırlamış olduğumuz PDF-də sual sayları həddən artıq çox olduğuna görə biz onların hər birinə ayrı-ayrılıqda vaxt çatdıra bilmərik. Buna görə də ən çox verilən, ən çox soruşulan suallardan istifadə edirik bu gün videomuzda. Məsələn, bu suallardan biri də uşaqlarda stres və gərginlik müşahidə etdikdə nə edirsiniz? Bu şagirdlərdə də ola bilər. Yəni sual tipi şagirdlərdə stres və gərginlik müşahidə etdikdə siz bir psixoloq olaraq orada nə iş görə bilərsiniz deyə də soruşulur. Cavabımız əlamətlər müşahidə edirik. Əlamətlər dedikdə narahatlıq, sakitlik, diqqət dağınıqlığı və s. müşahidə edirik. Əvvəlcə uşağın emosional vəziyyətini sakitləşdirmək üçün relaksasiya və nəfəs məşqləri tətbiq edirəm. Daha sonra səbəbi müəyyənləşdirmək üçün söhbət aparıram, yəni psixoloji söhbət aparıram. Əgər problem ailə və ya dərs yükü ilə bağlıdırsa, müvafiq olaraq müəllim və valideynlərlə əməkdaşlıq edirəm. Növbəti sual, məktəb psixoloqu üçün etik prinsiplər hansılardır? Burada əsas etik prinsiplərimiz vardır. Məxfilik və etibarlılıq, neytrallıq və qərəzsizlik, şəxsi sərhədlərə hörmət, uşağın mənafeyini hər şeydən üstün tutmaq, professional məsuliyyət daşımaq. Bu prinsiplərə riayət etmək psixoloqun etibarını və peşəkarlığını təmin edir. Sosiometriyada sosial izolyasiya müşahidə olunursa, nə edərdiniz? Cavab, bu uşağı qrup fəaliyyətinə tədricən daxil edirəm, onun sosial bacarıqlarını inkişaf etdirəcək oyunlar təşkil edirəm, eyni zamanda sinifdaxili münasibətlərdə empatiya və qəbul olunma mövzularında psixomaarifləndirici tədbir keçirirəm. Məqsədim isə uşağın sinifdə qəbul olunmasını və özünü dəyərli hiss etməsini təmin etməkdir. Bu arada onu da qeyd edim ki, sosiometriya öncəki dərslərimizdə məlum olduğu kimi şəxsiyyətlərarası, qruplararası münasibətləri öyrənmək üçün tətbiq olunan bir metoddur. Biz sinifdə sosiometriya metodunu tətbiq edərək sinifin ulduzlarını və sinifin təcrid olunanlarını müəyyən edirik. Burada sosial izolyasiya müşahidəsi, yəni həmin o təcrid olunanlar qrupu ilə bağlı görəcəyimiz işə aiddir. Əgər müəyyən qədər xatırlatmaya ehtiyac olarsa, öncəki dərslərimizə yenidən baxa bilərsiniz. Orada sosiometriya metodu haqqında geniş şəkildə danışmışıq. Yoldaşlar, növbəti bir sualımız, məktəbə yeni başlamış bir şagirdin adaptasiyası ilə bağlı hansı strategiyaları təklif edərsiniz? Cavab, məktəbə yeni gələn uşaqlar üçün ilk günlər çox vacibdir. Psixoloq olaraq isə uşağın fərdi xüsusiyyətlərini müşahidə etmək, yəni burada utancaqlıq, təşviş, sosiallıq səviyyəsi nə dərəcədədir və s. Daha sonra adaptasiya oyunları, qrup fəaliyyətləri, tanışlıq dairəsi kimi məşğələlər təşkil edirəm. Müəllimlərə və valideynlərə uşağın adaptasiya prosesində emosional dəstəyin vacibliyini izah edirəm. Əgər uşaqda ayrılıq narahatlığı varsa, burada siz araşdıra bilərsiniz, bağlılıq nəzəriyyələri var. Həmin bağlılıq nəzəriyyələri üzərindən də
bu sualı daha geniş şəkildə cavablandıra bilərsiniz. Orada məsələn bağlılıq nəzəriyyələrində təşvişli bağlanma var, təhlükəsiz bağlanma var, qaçınan bağlanma və ya qarışıq tip bağlanma var. Bu bağlanmalara uyğun olaraq siz bu suala özünüz əlavələr eləyib daha da genişləndirilmiş formada, praktik formada cavablandıra bilərsiniz. Burada valideynlə mərhələli şəkildə qısa müddətli ayrılıq təlimi keçirəm. Bu yanaşma uşağın məktəbi təhlükəsiz və müsbət mühit kimi qəbul etməsinə kömək edir. Yoldaşlar, burada bizə vacib olan məşğələlərin adlarıdır. Yəni bir praktik psixoloq olaraq müsahibə zamanı bunlara xüsusən diqqət yetirilir ki, psixoloq praktik olaraq hansı oyunlardanmı deyim, yaxud praktik məşğələrdənmi deyim, istifadə edir. Adaptasiyonları, qrup fəaliyyətləri, tanışlıq dairəsi, hətta bilirsinizsə art terapiya texnikalarını da bura növbəti mərhələlər üçün əlavə edə bilərsiniz. Belə bir nümunəvi sualımız da var. Sinifdə ümumi motivasiya aşağıdır. Psixoloji dəstək olaraq biz nə edə bilərik? Əslində bu suala bənzər bir sual mənim özümdən də soruşulduğu olub müsahibə vaxtı. Cavabda nə deyə bilərik? Əvvəlcə səbəbi müəyyən edirəm. Bu bizim əsas strukturumuzdur. Çünki biz bir psixoloq olaraq ilk öncə səbəbi müəyyən edirik. Daha sonra müəllimin yanaşması, dərs yükü, həmyaşıt münasibətləri, yəni bunlar səbəbə aiddir. İkinci mərhələdə şagirdlərlə motivasiya söhbətləri və məqsəd lövhəsi məşğələsi keçiririk. İstəsəz bu məşğələni başqa bir bildiyiniz məşğələdən də əvəz eləyə bilərsiniz. Amma səbəbi müəyyən etmək qəti şəkildə dəyişmir. İkinci mərhələdə biz məşğələni dəyişə bilərik. Yəni, həmin bu motivasiyaya aid başqa bir məşğələdən istifadə edə bilərik. Üçüncüdə, qrup ruhunu artırmaq üçün birgə layihə və oyun əsaslı fəaliyyətləri tətbiq edirəm. Uğurları kollektiv şəkildə qeyd edirəm. Məsələn, həftənin pozitiv davranış lövhəsi. Bundan istifadə edirik. Sonra müəllimlə əməkdaşlıq edərək şagirdlərin fərdi maraqlarına uyğun tapşırıqlar təklif edirəm. Belə, burada fərdi maraqlara uyğun tapşırıqların təklif edilməsi həm də onların maraqlarının da nəzərə alınmasını özündə cəmləşdirir. Növbəti sualda uzunmüddətli psixoloji dəstək tələb edən şagirdlərlə işləyərkən necə davamlılığı təmin edərsiniz? Bizdən soruşulan davamlılığın təmin olunmasıdır. Cavab, davamlılıq üçün planlaşdırma və sistemli izləmə vacibdir. Deməli, bizim əsas vacib olan açarımız planlaşdırma və sistemli izləmədir. Daha sonra keçirik mərhələlərə. Uşağın inkişafını izləmək üçün proqres cədvəli tərtib edirəm. Hər görüşdən sonra qısa qeydlər aparıram. Valideyn və müəllimlərlə koordinasiyalı əməkdaşlıq saxlayıram. Uşağın motivasiyasını qorumaq üçün müsbət geri bildirimlər verirəm. Müəyyən müddətdən sonra nəticələri qiymətləndirir və planı yeniləyirəm. Nəticə olaraq nə olur? Bu, uşağın emosional sabitliyini və inkişafındakı ardıcıllığı qorumağa psixoloqa köməklik göstərir. Yəni, biz mərhələli şəkildə planlaşdırılmış və sistemli izləmə nəticəsində istədiyimiz nəticəyə müsbət formada nail oluruq. Burada bizim üçün əsas vacib olan proqres cədvəlidir. Daha sonra qeydlərimizin olmasıdır. Koordinasiyalı, yəni əlaqəli şəkildə, əməkdaşlıq şəklində müəllim, valideyn və psixoloq üçlü şəkildə fəaliyyətimizdir. Müsbət geri bildirimlərin olması vacibdir. Buna refleksiya da deyilir bəzən və müəyyən müddətdən sonra nəticələrin qiymətləndirilməsidir. Planı da o zaman yeniləyirik ki, olar ki, bizim fəaliyyətimiz zamanı planımızda müəyyən dəyişikliklər eləyə bilərik. Sonra burada bir sual da var. Məktəb psixoloqu üçün ən vacib olan 3 göstərici hansıdır və nəyə görə bunlar vacibdir? Birinci gəlir etika və məxfilik. Bu zaman biz uşaq və valideynlər arasında psixoloqa inamı aşılayırıq. Kommunikasiya bacarığıdır.
Bu zaman müəllim, valideyn və şagirdlərlə səmimi, həmçinin peşəkar əlaqə qurmaq üçün bizə lazım olur. Üçüncü gəlir elmi və praktik biliklərin balansı. Yəni biz nəzəriyyə ilə kifayətlənmirik, həmçinin praktik bilgilərə də sahibik. Bu üç göstərici bizim üçün, yəni psixoloqlar üçün həm məktəbdə, həm də cəmiyyətdə dəyərli mütəxəssis olmağımıza səbəb olur. Sinifdə aqressiv davranış göstərən uşağın səbəbini necə müəyyən edərdiniz? Cavab: aqressiya səbəb deyil, simptomdur. Əvvəlcə uşaqla fərdi söhbət və müşahidə apararam. Mümkün səbəblər: ailə münaqişələri, diqqəti yayındıran kənar təsirlər, təzyiqlər, zəif özünü tənzimləmə, diqqətə və ya sevgiyə ehtiyac hissi. Bunları müəyyən edirəm. Daha sonra müəllim və valideynlə üç tərəfli müşahidə forması tərtib edirəm. Burada üç tərəfli müşahidə forması bizim üçün vacibdir. Məlumatlara əsasən korreksiya proqramı hazırlayıram. Buraya nələr aid ola bilər? Emosiyaların idarə olunması, sosial bacarıq oyunu və s. digərlərini siz özünüz əlavə edə bilərsiniz. Ya işlətdiyiniz hər hansısa bir texnikalar ola bilər, yaxud təlimini aldığınız hər hansısa bir terapiya texnikalarından da istifadə edə bilərsiniz. Yaxud ola bilər ki, əlinizdə korreksiya edici proqram ola bilər, onları da qeyd edə bilərsiniz. Bir şagird məktəbə gəlmək istəmir, amma evdə normal davranır. Psixoloq hansı hipotezi yoxlamalıdır? Cavab olaraq, bu məktəb fobiyası və ya sosial qorxu ola bilər. Psixoloq məktəb mühitində stres mənbələrini, müəllim, dost və yaxud qiymət qorxusu ola bilər. Bunu müəyyən etməlidir. Fərdi davranış planı və tədricən adaptasiya strategiyası hazırlamaq məsləhətdir. Hələ ki bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.